Amerika-İsrail cütlüyünün apardığı savaşta bir daha aydın oldu ki, dövlətlərin güvənliyi tək silahlanmaqla keçilmir. Dövlətlərin güvənliyi həm də çağdaş texnoloji imkanların kimdə olmasından asılıdır. İsrail savaş döneminde son illərdə bir daha sübut etdi ki, onun texnoloji imkanları ayrı-ayrı dövlətləri işğal etməkdə və təsir etmə imkanında öndədir və irəlidədir. İsrail. Təbii ki. Livan savaşında hatırlayırsınız, hələ bir neçə il öncə bu çağrı cihazları var idi, onlara yazılım sistemləri qoymuşdular. Bilirdilər ki, bunlar kimlərdədir. Bir gün yadınıza gəlir, o çağrı cihazları partladı, nə qədər adam yaralandı, ölənlər oldu. Bu da müharibədir. Digər tərəfdən də özəlliklə uçaq qəzalarının yazılım sistemlərindən bağlıdır. Beyinlərinə ayrı-ayrı cihazlar yerləşdirməklə, uzaqdan idarə etməklə böyük bir fəlakətlər törədə bilirlər. İbrahim Rəisinin öldürülməsi məsələsi də bu qəbildən olan olaylara bənzəyir. Gəncədən Türkiyəyə uçan S-130 uçağı, Türkiyənin hərbi uçağının Gürcüstan sınırlarına yaxın bir bölgədə qəzaya uğraması bugün tam mənada detalları açıqlanmayıb. Amma Türkiyə mediasından, ayrı-ayrı açıqlamalardan biz bilirik ki, orada da texnoloji terrordan istifadə edildi. Bu terrorları həyata keçirən dövlətlərdən birincisi təbii ki, İsrail olub və İsrail də bunları tək başına gerçəkləşdirməyib, Amerika ilə bir yerdə gerçəkləşdirib. Digər tərəfdən İsrail-Amerika savaşının İran üzərindən gerçəkləşdirdikləri savaşda çağdaş texnoloji bütün dünya sisteminin daxil olduğu xəbərləşmə və internet dünyasından onlar istənilən ölkənin nə etdiyini gözəl bilirlər və nə edəcəyini gözəl bilirlər. İranın içərisində gerçəkləşdirilən pualar terroru, Xamneyinin belə öldürülməsi. Bunların hamısı nə qədər fiziki istihbarat xəbərləşməklə bunu həyata keçirə bilərdilərsə, bu o qədər də dəqiq olmaya bilərdi. Bunların hamısı ondan xəbər verdi ki, dünyanın qoşulduğu bu cürə xəbərləşmə istənilən bir ölkədə onu yaradan dövlət Amerika olduğuna görə, İsrail də ondan bir yerdə olduğuna görə onlar həmin sistemin içərisindən girib həmin dövlətdə istədikləri təxribatları həyata keçirə bilirlər. Dünyamız da texnologiya dünyasıdır Zahir bəy. Bəli. Bugün yapay zəkanın, süni intellekt deyirlər Azərbaycanda, ön plana çıxdığı artıq sir deyil. Yazılım proqramları haqqında öncə danışdıq ki, yazılım proqramları hansı ölkənin olursa, artıq sən o proqramların əsarətindəsən. Bugün bu telefon, Zahir bəy, əlimizdədirsə biz güvəndə deyilik. İstənilən zaman bizim danışığımızı dinləməklə bərabər həm də şəkillərimizi çəkə bilirlər. Video Xaricdə də hətta bəli. Bu dəqiqə Amerika, bu telefon, İsrail. Bəli, onlar bir-birinə ötürürlər də istənilən bilgiləri. Bizim danışığımızı əgər maraqlansalar özləri, bizim danışığımızın həm səs yazısını götürə bilirlər, həm də görüntülü bilgilər ala bilirlər. Hətta televizyonlar, Zahir bəy, evlərdə olan televizyonlar. Bu bildiyimiz televizyon. Bəli, mən hər kəsə bildirmək istəyirəm ki, televizyon işlədiyi yerdə, ev şəraitində geyimlərinə diqqət eləsin hər kəs. Yataq otaqlarında ümumiyyətlə televizyon olmaz. Bilsinlər ki, istənilən zaman onların videoları və rəsmləri servis edilə bilər. Bunu İsrail eləyir, yəni dünyanın hər yerində. Dünyanın istənilən yerində yazılım proqramlarını kim icad edibsə, Zahir bəy, artıq o dövlət orada hər kəsə nəzər eləyib də. Biz fikir versiniz, bugün təhlükəsizlik orqanlarında smartfon telefonlardan istifadə olunur. Dünya texnologiya şəbəkəsinə qoşulmuşsa, bu şəbəkənin sahibi həmin dövləti və bizləri, insanların hər birini nəzarətə götürüb istənilən bilgini əldə edə bilirlər və o bilgilər əsasında istənilən dövlətin içində təxribat törədə bilirlər. Əgər sən dövlətsənsə, güclü bir qurum qursan, hökmə sənin yapay zəkada özünün sistemin olmalıdır, yazılımlı proqramların olmalıdır. Yox, əgər sən onu bacara bilmirsənsə,
İstəyir sənin dünyanın ən güclü ordusu səndə olsun. Ən güclü silahlar səndə olsun. Bir gün məlum olacaq ki, silahları sən ata bilmirsən. Bir gün məlum olacaq ki, sənin hərbi uçaqların göydə partlayır.